Salam, Allah'tan hər bir evə ruzi bərəkət arzu edirəm. Mən bugün təbii ərik şirəsi hazırlayıram. Onun üçün mənə lazımdır ərik pesok. Mən burada 2 kilo yarım ərik götürmüşəm. Əvvəlcə əriklərin çiydini çıxardır, sonra qabığını soyuruq. Onda qalır 2 kilo ərik. 2 kilo əriyə gedir yarım kilo pesok, 4 litr su. Əvvəlcə əriklərin qabığını soyuruq. Əriklərimizin qabığını soysaq da ərikləri əvvəlcədən tərtəmiz yuyuruq. Qabığını soyub çiydini çıxartdığımız ərikləri bir qazana tökürük. Üzərinə 1 litr su tökür, qoyuruq qaynamağa. İndi isə 25 dəqiqə qaynadığımız ərikləri blenderdan keçiririk. Ərikləri blenderdan keçirdik. İndi isə bir qazana 3 litr su tökürük. Çünki mən 1 litrini əriklər pişsin deyə əriyin üzərinə döymüşdüm. Yarım kilo pesok tökür, 15 dəqiqə qaynamağa qoyuruq. Qaynadıkça da üzərinə köpüğünü yığırıq. Artıq sokumuz hazırdır. Əvvəlcədən sterilizə elədiyimiz bankalara doldura bilərik. Qapaqları da 5 dəqiqə qaynaş suda qaynadırıq. Təbii ərik şirəmiz hazırdır, nuş olsun. Könül rahatlığı ilə uşaqlarınıza içirə bilərsiniz.